5G texnologiyası, interneti sürətləndirən, əlaqəni sabitləşdirən və gələcəyin rəqəmsal infrastrukturunu formalaşdıran bir yenilikdir. Amma bu inkişafla yanaşı təhlükəsizlik, ekoloji və sosial təsirlər barədə suallar da artır. 5-ci nəsil rabitə şəbəkəsi əvvəlkilərdən fərqli olaraq daha yüksək tezliklərdə və daha geniş məlumat axınında işləyir. Bu isə həm üstünlük, həm də risk deməkdir. Texnologiyanın sosial təsirləri də diqqət mərkəzindədir. Yüksək sürətli internet gündəlik həyatı asanlaşdırsa da, bəzi hallarda asılılıq və diqqət dağınıqlığı kimi problemləri də dərinləşdirə bilər. Psixoloq Könül Həsənova deyir ki, texnologiya nə qədər sürətli olursa, insan beyni bir o qədər də çox stimulla qarşılaşır. Bu da uzunmüddətli dövrdə asılılıq yarada bilər. İnsan beynində dopamin deyilən bir maddə var. Biz informasiyanı əldə etmək, öyrənmək istədiyimiz hər nəyisə daha tez əldə etdikcə həmin o dopamin maddəmiz artır və bu get-gedə bizdə vərdiş yaradır. Məsələn, səhər durdum, həmən əlimə telefonu aldımsa, axşam yatmamışdan əvvəl telefona baxaraq yatdımsa, zamanla artıq məndə bir asılılığın yaranmasına gətirib çıxardır ki, özümdən asılı deyil. Beyin öyrəşib məndən bu rahatlığı və get-gedə özü məni idarə edir. Mütəxəssislər onda qeyd edir ki, əsas məsələ texnologiyanın sürəti deyil, onu necə və kimlərin nəzarətində istifadə etməyimizdir. Əgər təhlükəsizlik və məsuliyyət unudularsa, ən güclü texnologiya belə riskə çevrilə bilər. Turqan Əliyev, Vüsal Cəfərov, Sadiq Kərimov, Xəbər Ertəsi.